Verilmiş cümlələrə əsasən müəyyən edin. Həm təsriflənən, həm də təsriflənməyən fe'l var. Bu doğru fikirdir. Könüldə bəslənən an ən fe'li sifət şəkilçisidir. Dilək satılmaz, bu isə gələcək zamandadır, təsriflənən fe'ldir. Təsriflənməyən fe'l quruluşca sadədir. Bəslənmək sözü, sözün kökü bəslə, bəslən. Xeyr, sadə deyil, düzəltmədir. Ona görə də yanlış fikirdir. İkini çıxıram. Qeyri-qəti gələcək zamanda olan fe'l işlənmişdir. Bəli, satılmaz sözü qeyri-qəti gələcək zamanın inkarındadır. Deməli, bu doğru fikirdir, götürmürük. Fikrin təsir gücünü artıran köməkçinin hissəsi işlənib. Söhbət ədatdan gedir. Lakin ikinci cümlədə ədat işlənməyib. İsimlər yazıldığı kimi tələffüz olunur. İki isimimiz var, əmlak və ədalət. Bəli, hər ikisi yazıldığı kimi tələffüz olunur, doğrudur. Şəxs əvəzliyi mənsubə şəkilçisini qəbul edib. Bu yanlış fikirdir. Ümumiyyətlə, şəxs əvəzliləri mənsubiyyətə görə dəyişmir. Burada bizim sözündə də im, yəli halın şəkilçisidir. Cavabımız 1, 4, 6 olacaq.